Aşkar operatorlar mövzusu 50 və 54-cü sualların izahına baxıram. 50-ci sualda bizə dairə operatoru verilib və dairə operatorunun 2 dəfə də tətbiq ediblər A-ya. Bu deməkdir ki, baxıram digər tərəfə 4A + 9 yazılıb. Yəni bu A-nı nəyəsə vurub, üzərinə nəyəsə əlavə edib, ən sonunda 4A + 9 alınıb. Amma vurduğu və topladığı ədəd bəlli deyil. Sadəcə əlimdə olan odur ki, eyni əməli 2 dəfə tətbiq ediblər. Yəni elə bir ədədə vurublar ki, təzədən onu bir dəfə də eyni bir ədədə vuranda gəlib 4A alınıb. 2 dəfə çünki tətbiq olunub. Yəni məsələn belə deyim də, tutaq ki, dairə operatoru nə edir? A-nı vurur, məsələn 3-ə üstünə gəlir 2. Düzdür? İndi eyni şeyi bir dəfə də tətbiq edirəm. Bu dəfə yazıram. Dairə, mötərizədə dairə nöqtə A bərabərdir. Yəni nə edəcəm? Yenə eyni şey eləyəcəm. Yenə içəridəki bu dairənin yanındakını 3-ə vurub, üzərinə 2 əlavə eləyəcəm. İndi gəlin vuraq. 3-ü vuracam. Bu dairə A-nın da cavabı axı 3A + 2-dir. 3A + 2-yə vuracam. Üzərinə əlavə eləyəcəm 2-ni. Bunu vurub atsam nə alınır? 3 vur 3A 9A + 6 + gəlsin 2. Yəni bunu özümdən verdim. Nəyə görə verdim? Yəni də baxıram burada 9A + 8 alınır. Bu nə deməkdir? Yəni A-nı 3-ə vurublar və 3-ü təkrar 3-ə vuran 9A alınır. Toplamada belə olmur. 8 alınıb, fərqli alınıb. Yəni üstünə gəldiyi ədəddən əlaqəsiz bir ədəd alınıb. Amma vurmada nəyə vurubsa, elə bir eyni ədədi 2 dəfə vurub. Onda bu mənə kömək edir ki, vurulan ədədi tapa bilim. Düzdür? Vurulan ədədi necə taparam? İndi baxaram ki, məsələn, buraya yazıb 4A. 4A nə deməkdir? A-nı 2 dəfə 2-yə vurub. Deməli, vurduğu ədəd 2-dir. Yəni, dairə operatoru nə edir? A-nı vurur 2-yə. Yazıram bura. Yuxarıdan yazaq. Deməli, vurma əməli nədir? A-nı vurdu 2-yə. Və üzərinə nə əlavə edir? Hansısa bir ədəd əlavə edir ki, hansı ədədi bilmirəm. X əlavə edir. Düzdürmü? Və təzədən eyni qaydada bir dəfə də deyir ki, bu dairə operatorunu tətbiq elə. Çünki ikinci dəfə tətbiq edir. Bu dəfə yenə nə edəcəm? Yazıram onda dairə nöqtə dairə A bərabərdir. İçəridəkinin cavabını bilirəm də, düzdür. Çöldəki dairəyə deymirəm. İçəridəkinin cavabı 2A + X-dir. Həm də bilirəm ki, artıq bu dairə əməli nə edirdi? İçəridəki, yəni yanındakını 2-yə vurub üstünə X gəlir. Onda yanındakını 2-yə vururam. Yazaram 2 vurulsun, yəni 2A + X vurulsun, üstə gəlsin, həmin X ədədini əlavə edirəm. Və bunun cavabı da mənə verilib ki, 4A + 9-dur. 4A + 9-a bərabərləşdirdim. İndi sadələşdirək. 2-ni 2-yə vuram 4A + 2-ni X-a vuram 2X üstə gəlsin. X bərabərdir 4A + 9-a. Və 4A-ya dəymirəm. 2X-lə X-in cəmi 3X bərabər nəyə? 4A + 9-a. 4A-lar gedər. 3X bərabər 9-a. 3X 9-da X də bərabərdir 3-ə. X-i tapdım ki, 3-dür. Əgər X-in qiyməti 3-dürsə, yerinə gətirib qoyacam burada. X-in yerinə qoyacam, 3 qoyacam. Yəni, olur 2A üstə gəlsin 3. Deməli, dairə operatorunun funksiyası bəlli oldu ki, 2-yə vurub üstünə 3 gəlir. İndi gətirəm yerinə məndən istədiyi sualda tətbiq eləməyə. Deyir, dairə 3. Dairənin funksiyası bildim ki, nədir? 2-yə vurub üstünə 3 gəlməkdir. Onda yazaram 2 vur 3 üstə gəl 3. 6 üstə gəl 3, 9 tapdım. Və digər isə 2 dənə dairə 4 verib. 2 dairənin düsturda yuxarıda verib. 4A üstə gəl 9. Yerinə qoyacam. Yəni 4-ə vurub üstünə 9 gəlir. 16 + 9 25. 25 ilə 9-un cəmi 34 cavab olur C variantı. Bir də növbəti 54-cü suala baxaq. 54-cü sualda da burada nədir məsələ? Birinci baxaram mötərizənin içinə. Düzdür? Mötərizənin içindən başlayıram. Və fikirləşəm 3A + 4-dən başlayım, yoxsa 3A + 12-dən başlayım. Təbii ki, 3A + 4-dən kiçik olandan başlayacağım ki, daha rahat tapa bilim. Başlayaq 3A + 4-dən. Birinci vurma əməli təbii ki, yoxlanılır da, düzdürmü? Sonra toplama çıxma. Burada da birinci vurmaya baxıram, yəni 3A-ya. Və mötərizənin içinə baxıram, birinci mötərizənin içində 3 bucaq verilib. Deməli, 3 bucağın funksiyası nədir? 3 bucaq nə edir? A-nı vurur 3-ə. Yəni olacaq
3, deməli 3 bucaq nə edir? 3-ə vurur. A nəticə 3-ə vurur. Sonra ulduzun funksiyası nədir? İndi onu tapaq. 3-ə vurdu. Deməli 3 bucaq 3-ə vurdu. Sonra bu ulduz nə edibsə, cavab üstəgəl 4 yazdıq. Deməli ulduz nə edir? Yanındakı ədəd nədirsə, yəni yanındakı nədirsə onu götürür, üstünə 4 gəlir. Yanındakının üstünə tutaq ki, A deyək. Düz, yanındakının üstünə A demək, fərqli bir şeydir, B deyim tutaq. Üstünə gəlir, 4 gəlir. Düz. Ulduzun da işarə funksiyasını tapdım. Gətirib birincidə sadəcə yoxlamaq üçün qoyacağam. Görüm düzdür tapdım, yoxsa səhvdir. Birinci mötərizənin içindən başlayıram. Ulduz nə edirdi? Yanındakı ədədi, tutaq ki, yanında B yazılıb, bunda A yazılıb, 1-ə yazım ki, tam aydın olsun. Ulduz, buna B yazım. Buna da ulduz 3 bucaq A yazım. Yanındakı ədədin üstünə 4 gəlir. Ulduz deməli nə edir? Onda yanındakı ədəd A-dırsa, A-nın üstünə nə edəcək? 4 gələcək. Sonra yanında 3 bucaq var. 3 bucaq da yanındakini 3-ə vurur. Deməli, bunu da vuracağım 3-ə. Və son vurub açıram. 3A üstə gəlsin 12. Həqiqətən görürəm ki, ödədir. Demək ki, düsturlarım hazırdır. Gətirib harda yerinə qoyuram? Cavabda. 2 ulduz verib mənə. 2 vur, ulduzun yerinə yazaram. B üstə gəl 4 yazaram. Üstə gəl 3 bucaq 7. 3 bucağın yerinə yazaram. 3A deyir. 3 vurulsun 7. Bərabərdir. Deməli, indi bizdə B üstə gəl 4 yazmayaq da bir dəqiqə. Yanındakı ədədi qoyaq birbaşa. Yəni, deməli, ulduz nə edir? Yanındakını, yəni 1 yazmayaq bir dəqiqə. Verib bizə 2 ulduz. Ulduzun funksiyası nə idi? Yanındakının üzərinə 4 əlavə edir. Yəni, yanındakı 2-dirsə, üzərinə nə gəlirəm? 4 gəlirəm. Sonra üstə gəlsin. İndi 3 bucaq nə edirdi? 3 bucaq 7-yə vurur. 7-yə vurmurdu. 3-ə vururdu. Çünki yuxarıda yazmışam 3-ə. Yəni, yanındakini 3-ə vurur. Onda 7 vuracam 3-ə. 7 vur 3. Bərabər cəmi tapacam. 2 üstə gəl 4, 6 üstə gəl 7 vur 3, keçir 21. O da edir 27. A variant. 50 tiplərdən bir dənəsində yazım. Məsələn, 51-ə baxıram. 2 dənə ulduz, 2 dairə A verib 81-ə üstə gəl 90. Deməli, burada da A-nı nəyəsə, dairə operatoru nə edib? A-nı nəyəsə vurub, üstünə nəsə gəlib, X gəlib. Vurduğu ədədi tapa bilirəm, çünki 81 9 vur 9-dur. Deməli, 2 dəfə 9-a vurublar. Onda A-nı 9-a vurub, üstünə X gəliblər, düzdür. Gəlin X tapaq. 2 dəfə A-nı nöqtəni tətbiq eləməliyəm də dairəni. Bu dəfə dairəni tətbiq edirəm, dairə A-ya. Yəni, hər tərəfi neyim? 9-a vurum. 9-a üstə gəl X-i gərək vurum 9-a. Üstünə nə əlavə edeyim? X əlavə edeyim. Və bunun cavabını da verib ki, 81A üstə gəlsin 90-dır. İndi sadələşdirək. 9A-nı 9-a vuram olur 81A üstə gəl. 9-u X-a vuram 9X üstə gəl X bərabərdir. 81A üstə gəlsin 90-a. 81A'lar getdi. 9X 10X bərabərdir 90-a. X bərabərdir 10-a. Daha doğrusu 9-a. X oldu 9. X 9-dursa, deməli, üzərinə gəldiyi ədəd də 9 imiş. Deməli, buraya yazıram 9. A-nın funksiyası bəlli oldu. İndi deyir, dairə 2. Dairə nə edirdi? Yəni, 2-ni vur, 9-u vur 2-yə, 18 üstünə gəlir 9-a. 27. 27. Bunun cavabı 27-dir. Sonra dairə 2. Yəni, 2 dənənin düsturu da buradadır. 81A, 81-i vururam 2-yə, üstünə gəlirəm 90-a. O da edir 162 üstə gəlsin 90. O da verir bizə 200, neçə edir? 52. Doldu 252. Bundan da 27-nin cəmini tapıram. 252 üstə gəlsin 27 bərabərdir. 9 orada 279 A bəndi. Cavab olur A variantı.